made with bits of real panther, so you know it's good. It's quite pungent. Oh, yeah. Stings the nostrils. In a good way. Yeah. Brian, I'm gonna be honest with you, that smells like pure gasoline. 60% of the time, it works. Every time. That doesn't make sense. Salam, nətərsiz, necəsiz? O başlıqdan gördüyünüz video gəldi axır ki. Bu Amerikan bu divanları çox rahat olur. Özünüz də inşallah gəlmək istəyənlər əgər baxırsa görərsiniz. Video nə haqqda olacaq? Başlıqdan da gördüyünüz kimi mən yenidən Amerikaya gəldim. İkinci səfərdir ki. Keçən il nın axırları getmişdim Amerikaya. Sentyabrın axırları qayıtmışdım. Bu il mayın axırları gəldim. Nə oldu? Niyə belə oldu? Necə oldu? Sərhəddən məni keçirtdilərmi? Sərhəddə nə oldu? Hamısını danışacağam bu videoda. Sadəcə izləmədə olun. İlk öncə elə başlayaq. Daha doğrusu mən bir söz deyim. Buradakı bu gördüyünüz qaldığım evdir. Ev çox şirindir, çox şəkərdir, çox qəşəngdir. İçəridə bütün lazım olan hər şeyi falan qoyublar da, yemək, içmək. Keçən il burada həmçinin Azərbaycanlılar qalıb. Bura Work and Travel proqramı ilə gəlmişəm. O şəxslər də Azərbaycanlılar da Work and Travel ilə gəlmişdilər bura. Çox sağ olsun, hər şey sağ olsun. Açdım şkafı orada Azərçayı görəndə birdən-birə yadıma düşdü ki, burada Azərbaycanlılar qalmışdı. Əgər istəsəz evin vloqunu da çəkə bilərəm. Kiçik bir vloq ola bilər. Yəni burada maksimum nə vloqu çəkilər? Evin vloqunu çəkərəm, biraz da ətrafda fırlanarıq. Özüm də fırlanmamışam. Bura gəldiyim ikinci gündür. Sadəcə bir dəfə bu gün işə getdim. Saat 10-11 civarı idi. Normalde 6-da getməliyəm səhər. Sadəcə bu gün dedilər ki, dünən gəlmirsən, biraz yerləş, özünə gəl, ondan sonra saat 10-da 11-də gələrsən. Mən də 11-də getdim. Dünən çox yorğun idim. Özlərimə gətirdilər, aeroportdan gətirdilər falan filan. Biraz da oradan çəkə bildiyim qədərilə videolar çəkməyə çalışdım sizin üçün. Çünki çox yorğun idim, başqa videolar çəkə bilmirdim. Dedim elə başını burax, biraz özümə gəlim, burada çəkərəm. Deməli başlayaq. Sərhəd necə oldu? Sərhəd söhbəti. Mən sərhəddən biraz azacıq qorxurdum ki, sərhəddən məni buraxmaya bilərlər. Sərhəddə də ki, bizim travel vaxtımız var. Bir də ki, iş vaxtımız var. İş vaxtımız 15 falan başlayır. Travel vaxtı da ondan bir ay müddətinə qədər də, bir ay əvvəlcəyə qədər də içəri girməyə, Amerikaya girməyə icazə verirlər. Sadəcə bu pasportda yazılmır. Sizin məsələn vizanızın iş bitiş müddəti də pasportda deyək ki, sentyabrın 15-idir. Bu Azərbaycanda olan tələbələrdən söhbət gedir. Bu arada Azərbaycanda tələbə olub da Amerikaya girən ilk Work and Travel tələbəsiyəm bu il. Ən azından bizim şirkətdə elədi. Digər şirkətlər haqqında heç bir məlumatım yoxdur. Ən azından öz şirkətimiz haqqında deyə bilərəm. Sənəd məsələləri necə oldu? Deməli, biz bir ay əvvəlcədən dediyim kimi girə bilirdik. Təbii ki də mən də bundan istifadə elədim. Sadəcə biraz problemlər ola bilərdi. Bunun dərinliyinə girə bilməyəcəm. Amma düşündüyüm kimi olmadı. Şükür ki, yaxşı oldu. Yaxşı da keçə bildim sərhəddən, problemsiz şəkildə. Bundan əlavə olaraq da birinci gün dediyim işə başladım. Müjə sabahdan tam olaraqdan saat 6-da gedib günorta 2-də gələcəm və bu da mənə ikinci iş tapmağa böyük bir avantaj sağlayacaq ki, 3-də də başqa bir işə gedərəm. Deyək ki, orada da bir 5 saat, 6 saat, yəni nə bilim 7 saat bir şey işləyib saat 8, 9, 10-a da evə gələrəm, dincələrəm, səhər bir də iş falan. Zaten bu proses belə gedəcək. Arada bir off günlərim olacaq təbii ki də. Həmin günlərdə də evdə olmuş olacağam. Bəzi vaxtlar səhərlər evdə olacağam. 5 gün ilk işimdə 5 gün işləyəcəm. Digər işlərimdə isə hələ tapmadığım üçün bilmirəm. Yəni ona görə onu gözləmək lazımdır. Vaxt keçdikcə bir dənə video çəkəcəm ki, ilk bir ayım Amerikada necə oldu. İlk bir ay deyil, amma yəni də təzə gəldiyim ilk bir ay necə oldu. O haqqda video çəkəcəm. Onu gözləyə bilərsiniz. Mən ağlınıza nə gəlir, nə çəkim burada? Dolu yəni. Bir dənə kəndfozon bir yerdəyəm. İndi hava yağışdı deyə ona görə, yoxsa çöldə çəkmək fikrim var idi. Çalışacağam çölə çıxım. Görək nə olur da. Elə videolar da çəkməyə çalışacağam. Evin də videosunu çəkərəm. Evin videosunu çəkib daha öncə də çölə gedərik. Az öncə dediyim kimi o daha yaxşı fikirdir. Yavaş-yavaş YouTube-a da belə başlayım. Daha çox mən Instagram videoları çəkirəm. Bilənləriniz var, bəlkə də bilməyib ilk dəfə məni izləyirsiniz. Nə bilim sualınız varsa yoruma yazın, yoxsa Instagramdan gəlin məni takib eləyin. Sadəcə takib eləyənlərin sualını cavablayıram. Çünki çox sual gəlir. Öncəlikli olmanız üçün takib eləməlisiniz məni. Videolarımı like'lamalısınız. Alverçi oldum. Bu arada burada kastir işləyirəm. Kastirdə də adamın beyni yanır promoy. Adam həm gələnlər ingiliscə danışır.
Sonra yanındakı adamı başa düşmürsən, soruşsan o da ingiliscə danışır. Mən keçən il olsaydı, keçən il qətiyyən kassir işləyə bilməzdim. Yəni bu qısıtlı ingiliscə ilə bunları qətiyyən başa düşə bilməzsiniz də. İngiliscəniz yaxşı deyilsə, heç birinizə tövsiyə eləmirəm belə front qabaqda olmağı. Məndə yenə keçən ildən biraz var idi deyə başa düşürəm nə deyirlər. Cavab verməkdə də azdan çoxdan bir dəfə deyirəm başa düşmürəm, ikinci səfər fərqli bir yöndən başa salıram, onda başa düşürlər maksimum. Danışığı da belə inkişaf elətdirərəm inşallah bu 3-4 ayın axırında. Başqa da nə bilim nə sualınız var? Dediyim kimi hər yerdən yaza bilərsiniz, hər yerdən ulaşa bilərsiniz. Özünüzə yaxşı baxın.